Baxırıq 71-ci suala. 71-ci sualda əvvəlcə ifadəni sadələşdiririk. İfadəni sadələşdirəndə məxrəcdə elə bil ki, bu kəsrdir. Mən kəsri hesablayıram. O zaman nə edirdik biz? Ortaq məxrəcə gətirirdik. x1 vuraq x2 olacaq ortaq məxrəcimiz. Surətdə nə olacaq? Baxın uşaqlar, əgər ortaq məxrəc hasilini götürmüşəmsə, surətdə mən bunu çarpaz şəkildə vurub surətdə yazacağam. x1-i x1-ə vuracağam, x1-in kvadratı üstə gəl, x2-ni də x2-yə vuracağam, olacaq x2-nin kvadratı. İndi bunu necə vurub açıram? Biz burada artıq Viet teoremindən istifadə edəcəyik. Biz bilirik ki, Viet teoreminə görə x1 üstə gəl x2 bərabər olur həmişə əks işarə ilə b-yə. Burada da bizdə b-nin yerinə -8 durur. Əks işarə ilə dediyinə görə müsbət 8-ə bərabər edəcəm. x1 vuraq x2 də hər zaman bərabər olur c-yə. Buradakı duran sərbəst həddə bu da olacaq 15. İndi uşaqlar, mən bunu çox uzun uzadı yazmayacağım. Sizə bir dənə düstur deyəcəm. O düsturu yadınızda saxlayın. Hər zaman x1-in kvadratı üstə gəl x2-nin kvadratı bərabər olur. Baxın, bunu düstur kimi yazın, qeyd edin. Çünki sizdən adətən bu cür soruşacaq kvadratı formasında. Bu zaman biz nə edirik? Yazırıq b-nin kvadratı. Niyə mötərizədə yazdım? Yəni b mənfidirsə yenə müsbət alınacaq. Onsuz da cavab çıxaq 2 vuraq c. C-nin yerində də həmişə buradakı sərbəst hədd durur. Bu da bərabər olacaq b-nin kvadratı, yəni -8-in kvadratı çıxaq 2 vuraq c, yəni 15. Bu da olacaq 64 çıxaq 30, olacaq 34. Surətdə oldu 34, məxrəcdə də olacaq. Deməli, x1 vuraq x2, yəni 15. Bunu da surəti məxrəcə bölürəm, eləcək 2 tam 15-də 4. Yəni A variantı. Yəni mən bunu niyə yazdım? Yəni bunu əslində sizə izah eləmək üçün uzun uzadı gedəcəkdi. Ona görə sadəcə bunu yadınızda saxlayın, bu düsturu həmişə. Yəni sizdən bu şəkildə soruşanda. Çünki sizdən belə də soruşa bilər. x1 üstə gəl x2-nin mötərizədə kvadrat. Belə soruşsa daha rahatdır da. Yəni yazasınız elə birbaşa 8-in kvadratı. Amma ayrı-ayrılıqda kvadratları cəmini soruşdu. Çünki mən bilirəm ki, cəmi 8-dir. Amma axı mən bilmirəm x1 neçədir, x2 neçədir. Mən onları ayrı-ayrılıqda kvadrata yüksəldim, toplayım. Ona görə bu şəkildə düsturdan istifadə edə bilərsiniz. Sonra baxıram digər suala. 72-də də yenə həmin qaydada. Eyni həmin ifadədir. Yenə x1 vuraq x2-də, surətdə də x1-in kvadratı üstə gəl x2-nin kvadratı. Baxın uşaqlar, x1-in kvadratı üstə gəl x2-nin kvadratı nəyə bərabər idi? B kvadratı çıxaq 2c-yə bərabər idi. İndi burada baxın, b-nin yerində -6 durur. Olacaq -6-nın kvadratı çıxaq 2 vuraq, c-nin yerində də 5 durur. Bu da olacaq 36 çıxaq 10, bu da olur 26. Deməli, surətdə olacaq 26, məxrəcdə də x1 vuraq x2 də 5 olduğuna görə 26-nı da bölürəm 5-ə, olacaq 5 tam onda 2. Yəni A variantı olacaq. Sonra baxıram 73-ə, tənin kökləri hasilini soruşur. İndi əvvəlcə vurub açıram mötərizəni. Baxın, müxtəsər vurma düsturuna əsasən mən bu mötərizəni açacağam. Yazıram 3 vuraq x kvadratı çıxaq 1-ci ilə 2-cinin hasilinin 2 misli, üstə gəl 2-cinin kvadratı, yəni 4 bərabərdir. 2 vuraq yenə 1-cinin kvadratı çıxaq 1-ci ilə 2-cinin hasilinin 2 misli, üstə gəl 2-cinin kvadratı. Burada da çıxaq 2 var idi. İndi yenə vurub açıram. 3x kvadratı çıxaq 12x üstə gəl 12 bərabərdir 2x kvadratı çıxaq 4x üstə gəl 2 çıxaq 2. Bu ikilər gedir, o tərəfə keçirmirəm bir də. İndi uşaqlar biz nə edirik? Biz bərabərliyin digər tərəfindəki ifadəni sol tərəfə keçiririk. Və keçirərkən də diqqət etməliyik ki, işarələr tamamilə əksinə dəyişməlidir. 2x kvadratı müsbətdir, mənfi olur. 4x mənfidir, müsbət olur. Bu tərəfdə də heç nə qalmır, qalır 0. Deməli, burada 2x kvadrat idi. Kvadratlar 1 toplanır, x-lar 1 toplanır, ədədlər 1 toplanır. 3x kvadratından 2x kvadratını çıxıram, eləcək x kvadratı. -12x, burada da x var, müsbət 4x. Böyükdən kiçik çıxıb böyük işarəsini yazdığımıza görə olacaq -8x
üstəgəl 12. Bayaq nə dedik? Tənin kökləri hasili həmişə sərbəst həddə bərabərdir. Yəni C. Bu da olacaq elə 12. Yəni görürsüz, bir də diskriminantla tənin köklərini tapıb bir-birinə vurmadıq. Burada düsturdan istifadə edərək yazdıq. Bu düstur nə vaxt işə yarayır? Əgər x kvadratın qarşısında əmsal yoxdursa. Sonra baxıram, daha doğrusu burada mən burada 73-cü sual idi. 12B variantı. Mən 74-ü işarələdim. 74-ə indi keçirik. Yenə uşaqlar 3 vuraq mötərizədə birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli üstəgəl ikincinin kvadratı bərabərdir 2 vuraq. Birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli üstəgəl 1 üstəgəl 4. Baxın, deyərək yazıram ki, düstur yadınızda qalsın. Təbii ki, düsturu bilirsiniz, əminəm ki, yəni bu mövzudasınızsa, demək ki, müxtəsər vurma düsturunu keçmisiniz ki, bura qədər gəlmisiniz. Amma bəzi uşaqlar var ki, ola bilər ki, əvvəldən zəifliyiniz ola bilər bu düsturla bağlı. Ona görə yenə sizlər üçün xatırlatma edirəm. İndi vurub açıram mötərizəni. 3x kvadrat üstəgəl 12x üstəgəl 12 bərabərdir 2x kvadratı üstəgəl 4x üstəgəl 2 üstəgəl 4. İndi uşaqlar yenə bərabərliyin sağ tərəfini sol tərəfə keçirəm, işarəsini də dəyişirəm. Olur 3x kvadratı üstəgəl 12x üstəgəl 12 çıxaq 2x kvadratı çıxaq 4x. Görürsünüz, hamısının işarəsi dəyişdi. Çıxaq 2 çıxaq 4 bərabərdir 0. Burada x kvadratları bir toplanır. 3x kvadratından 2x kvadratı çıxıram. Qalır x kvadratı. Müsbət 12x mənfi 4x. Yenə böyükdən kiçik çıxıb böyük işarəsini yazıram. Ona görə olur üstəgəl 8x. 12-dən çıxıram 2, çıxıram 4. Bu olacaq üstəgəl 6. Bərabərdir 0. Kökləri hasilini soruşduğuna görə yenə sərbəst həddə bərabərdir. Yəni bu olacaq D variantı. 5 çıxaq, x çıxaq 2-ni məxrəcdə yazıram. Baxın uşaqlar, surətdə ortaq vuruğu mötərizə xaricinə çıxardıram. Buradan 2 ortaq vuruq kimi çıxır, mötərizənin içində qalır x üstəgəl 3. İndi yazıram 2 vuraq, x üstəgəl 3. Baxın uşaqlar, bir də nə edirəm mən? Yenə bölmə olduğuna görə tərsinə vuracam. Elə burada birbaşa yazıram. 2 məxrəcə düşür, x çıxaq 2 də surətə qalxır. Bərabər edirəm 0-a. 2 ilə 2 gedir, x çıxaq 2 ilə x çıxaq 2 gedir. Qalır nə? 5 çıxaq, mötərizədə x üstəgəl 3 bərabərdir 0. 5 çıxaq, mötərizənin işarəsi dəyişir. Çünki mötərizənin xaricində mənfi olduğuna görə. Bərabərdir 0. Burada olur 2 çıxaq x bərabərdir 0. X da bərabər olacaq 2-yə. İndi biz tez qaçıb gedib variantda 2-ni işarələmirik. Nəyə görə? Baxın, həmişə diqqətli olun ki, əgər tənlik kəsrin məxrəcindədirsə, yəni məxrəcdə dəyişən varsa, tənliyi həll edəndən sonra aldığınız ədədi x-in yerinə qoyursunuz. Əgər həmin o x-in yerinə yazdığınız qiymət həmin o tənliyi sıfıra çevirirsə, demək o tənliyin həlli yoxdur. Çünki məxrəc sıfır ola bilməz. Məsələn, mən burada x-in yerinə 2 yazsam, olacaq 2 çıxaq 2, burası 0 olur. Məxrəc də dedik, 0 ola bilməz. Ona görə bu tənliyin həlli yoxdur deyirik. Yəni, olacaq A variantı. 76-ya baxıram. 7 çıxaq, məxrəcdə deməli, x çıxaq 5-dir. Surətdə yenə, baxın, 3 ortaq vuruq kimi çıxardıram. Mötərizənin xaricində olur x üstəgəl 2. Məxrəc surətdə olur 2 vuraq, x üstəgəl 2. Vuraq, indi tərsinə vururam. 3-də x çıxaq 5 yazıram. Bərabərdir. Daha doğrusu mən burada 3-ü çıxardıram. Orada 3 yazmışam, bura 2 götürmüşəm. X çıxaq 5-dən x çıxaq 5 getdi. 3-dən 3 getdi. Burada da 0 var idi. Olur 7 çıxaq mötərizədə x üstəgəl 2 bərabərdir 0. Buradan da olur 7 çıxaq x çıxaq 2 bərabərdir 0. Mötərizənin işarəsi dəyişdi. Qarşıda mənfi olduğuna görə burada olacaq 5 çıxaq x bərabərdir 0. X da bərabər olacaq 5-ə. Burada da yenə baxın, mən x-a 5 versəm, məxrəcim 0 olur. Biz də dedik, məxrəc 0 ola bilməz. Ona görə biz burada deyirik, həlli yoxdur. Yəni, D variantı. Baxıram 77-ci suala.
77-ci sualda yenə həmin bayaq buna uyğun yazmışdıq. Yazıram 2 vuraq. Birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasilini 2 misli üstəgəl ikincinin kvadratı bərabərdir. Birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasilini 2 misli üstəgəl ikincinin kvadratı üstəgəl. İndi burada da 34 var. 34-ü yazıram. İndi burada mötərizəni vurub açıram. 2x kvadratı üstəgəl 12x üstəgəl 18. İndi uşaqlar çıxaq yazıram. Tənliyin sağ tərəfini sol tərəfə köçürürəm işarəsini dəyişmək şərtindən. Burada olacaq x kvadratı çıxaq 4x çıxaq 4. Baxın hamısının işarəsi dəyişdi. Çıxaq 34 bərabərdir 0. X kvadratları bir toplanır. Olacaq x kvadratı. X'lar 1 12x-dan 4x üstəgəl 8x olacaq. 18 müsbət. Bu tərəf olur mənfi 38, mənfi 38, demək 18-dən 38 çıxıram, böyükdən kiçiyə çıxıb böyün işarəsini yazıram. Olacaq çıxaq 20. İndi uşaqlar məndən soruşur ki, tənliyin böyük kökünü tapın. Təbii ki, biz bunu həll edib diskriminantla x1, x2-ni də tapa bilərik. Amma mən bilirəm ki, x1 üstəgəl x2 bərabərdir mənfi 8-ə. x1 vuraq x2 də bərabərdir 20-yə, mənfi 20-yə. Deməli, 2 dənə ədəddir. Bunlar toplayanda mənfi 8 edir. Bir-birinə vuranda 20 edir. Mən hansı 2 ədəddir? Məsələn, 24 vuraq 5-dir. Mənfi 4 vuraq müsbət 5 20 edir. Amma mənfi 4 ilə müsbət 5 toplayanda 8 eləmir. Sonra 20-ni mən 2 vur 10 kimi yaza bilərəm. Mənfi 2 vur müsbət 10 ola bilər. Bir də müsbət 2 vuraq mənfi 10 ola bilər. Mən mənfi 2-nin üstünə müsbət 10 gəlsəm, bu müsbət 8 eləyər. Amma mənfi 2-nin amma vuranda biz burada yenə amma mən müsbət 2-nin üstünə mənfi 10 gəlsəm, təbii ki, üstə gərək yazıram. O zaman həqiqətən də mənfi 8 eləyər. Vuranda da elə mənfi 20 eləyəcək. Ona görə deməli tənliyin köklərindən biri mənfi 2-dir. Daha doğrusu müsbət 2-dir, biri də mənfi 10-dur. Böyük kökünü soruşduğuna görə təbii ki, müsbət olan ədədi götürəcək. Yəni, olacaq B variantı. Baxıram 78-ci suala. 78-ci sualda da kiçik kökünü soruşur. Yenə tənliyi həll edirəm, vurub açıram. Burada olacaq. Mən sadələşdirdim, bu şəkildə yazdım. İstəmirəm çox vaxt getsin. 2x kvadratı üstəgəl 12x üstəgəl 18 çıxaq 34. Bərabərliyi sağ tərəfi sol tərəfə köçürürəm. Olur çıxaq x kvadratı çıxaq 4x. Baxın işarəsi dəyişdi. Çıxaq 4 bərabərdir 0. 2x kvadratından x kvadratını çıxıram. Qalır x kvadratı. 12x-dan 4x çıxıram. 8x. 34 mənfi. Burada da 4. Bu eləcək mənfi 38. 18-dən 38 çıxıram. Ya və yaxud 18 üstünə mənfi 38 gəlirəm. Bu olur mənfi 20. Olur çıxaq 20. Bərabərdir 0. İndi burada kiçik kökünü soruşur. Baxın uşaqlar, eyni ifadəni aldıq elə biz. Eyni. Kiçik kökü də təbii ki olacaq mənfi 10. Elə baxın buradakı ifadə alındı. Görürsünüz burada böyük kökümüz 2 olmuşdu. Kiçik kökümüz mənfi 10 olduğuna görə bizdə burada olacaq D variantı. Sonra indi baxırıq 79-cu suala. Deyir ki, kəsrin məxrəci sürətindən 16 vahid böyükdür. İxtisar etdikdən sonra 5-də 4 kəsri alındı. Məxrəc sürətdən 16 vahid böyükdürsə, mən bilmirəm sürət neçədir. X götürürəm. Məxrəci də bilirəm ki, sürətdən 16 vahid böyük olduğuna görə yazıram. X üstə gələk 16. Bərabər edirəm ixtisar olunduqdan sonraki vəziyyətinə. İndi burada nə olur? Çarpaz şəkildə vururam. Olacaq 4 x üstə gələk 64 bərabərdir 5x. Buradan da deməli 64 bərabərdir 5x-dan çıxıram 4x-i. 64 bərabərdir x-a. Yəni x-im 64-dür. Deməli nə imiş? Baxın, sürətim 64-dür. Məxrəc də 64-dən 16 vahid böyük olduğuna görə 64 üstə gələk. 16, yəni məxrəc 80 imiş, sürət də 64 imiş. Yəni olacaq C variantı. İndi baxıram 80-ci suala. Tənliyin kökləri cəmi soruşur. İndi əvvəlcə mötərizəni vurub açıram. Vurub açanda olacaq x kvadratı üstə gəl
4x üstəgəl 2x üstəgəl 8. İndi bərabərliyin digər tərəfini sol tərəfə köçürürəm. Olur çıxaq x çıxaq 2. İşarəsini dəyişdim, köçürdüm. Burada deməli x kvadratı bir dənədir. X kvadratı 4x 2x olacaq 6x. X-da çıxıram olacaq 5x üstəgəl 5x üstəgəl 8-dən də 2 çıxıram 6 bərabərdir 0. Kökləri cəmini soruşduğuna görə hər zaman əks işarə ilə tənin kökləri cəmi b-yə bərabər olur. 5-in də əksi olacaq -5, yəni Y variantı. 81-ci sualda da yenə köklər cəmini soruşduğuna görə yenə əvvəlcə vurub açırıq. X-in kvadratı üstəgəl 2x çıxaq 3x üstəgəl 6 çıxaq x üstəgəl 3. Nəyə görə? Baxın, bu ifadəni əks işarə ilə bərabərliyin sol tərəfinə keçirdim. Bərabər edirəm 0-a. Buradan olacaq x kvadratı. Bu olacaq -x. Baxın bura. Sonra -x-dan da x çıxıram. Olacaq 2x. Yəni -2x. Sonra 6-nın da üstünə 3 gəlirəm. Olacaq üstəgəl 9. Bərabərdir 0. Köklər cəmini soruşduğuna görə -2-nin əksinə, yəni -2 olacaq. Bu da olacaq B variantı. 82-ci suala baxırıq. Yenə köklər cəmini soruşur. Vurub açıram. 5x-i x-a vururam. 5x kvadratı üstəgəl 5x-i 8-ə 40x çıxaq 4x-a 4x çıxaq -4-ü müsbət 8-ə vurduğuma görə çıxaq yazıram. 32 bərabərdir 0. İndi yenə 5x kvadratı. Baxın uşaqlar, 40x-dan 4x çıxıram. Olur üstə gələk. 36x çıxaq 32 bərabərdir 0. Baxın uşaqlar, indi burada mən 36-nı tənin kökləri cəmi kimi götürmürəm. Biz nə vaxt götürürdük? X-in qarşısında əmsal olmayanda. İndi X-in qarşısında əmsal olduğuna görə mən X-in qarşısındakı əmsala bölürəm kökləri cəmini. Normalda mən nə yazardım? -36 yazardım. X-in qarşısında əmsal olmasa. Əmsal olduğuna görə -36 indi bölək 5 yazıram. Bu düsturumuz da belədir. X-in 1 üstəgəl x2 bərabərdir -b bölək a. Düsturumuz belə idi. Həmin düsturu yerinə qoydum. Bu da olacaq -7,2. Yəni B variantı. Baxıram 83-cü suala. Baxın uşaqlar, maraqlı bir sualdır. Deyir ki, P-nin hansı qiymətində tənin kökləri qarşılıqlı tərs ədədlərdir. Biz bilirik ki, qarşılıqlı tərs ədədlərin hasili hər zaman 1-ə bərabərdir. Bu deməkdir ki, yəni x1 vuraq x2 bərabərdir 1-ə. Biz də onu da bilirik ki, x1 vuraq x2 həmişə sərbəst həddə bərabər olur. İndi burada baxın, sərbəst həddimiz nədir? Sərbəst həddimiz, baxın bu A-dır, burada 1 dayanır. Burada 11B-dir, sərbəst hədd baxın budur. Burada mən yazıram mənfi, bu 1-ə bərabər olmalıdır. -3p üstə gələk 4 bərabər olmalıdır 1-ə. Buradan -3p bərabərdir 1 çıxaq 4 -3 p bərabərdir -3-ə. Buradan da p bərabərdir -3-ü -1-ə böləndə müsbət 1 qalır. Bu da olacaq A variantı. Ümumiyyətlə, yəni bu təriflə bağlı bəzi qaydalar var. Onlar bilməlisiniz ki, x1 x2-nə bərabərdir, Viet teoremini. Yəni bunları biləndən sonra artıq demək olar ki, bu tipdə suallar imtahanda da həmişə ancaq buna oxşar suallar düşür. Yəni indi baxıram 84-də. Baxın uşaqlar, yenə deyir hansı qiymətində tənin kökləri qarşılıqlı. Qarşılıqlı tərs ədədlər nədir? Yəni demək istəyir ki, x1 vuraq x2, yəni 0-a bərabərdir. Biz də bilirik ki, x1 vuraq x2 həmişə c-yə bərabərdir. Və burada c burada bax ümumilikdə buranı götürüb. 5-i götürmürəm. Ümumi baxın bu ifadəni götürürəm. Çünki b x-in qarşısındakı ədəddir. A x kvadratın qarşısında durur həmişə. Bu da olacaq demək. İndi bizdən 1-i soruşur. Mən yazıram 2p üstə gələk 5 bərabərdir 1. 2p bərabərdir 1 çıxaq 5 o da olacaq -4. P də bərabərdir -4-ü 2-yə bölürəm olacaq -2.
Bu da olur D variantı. Baxıram 85-ə. Deyir ki, tənin kökləri cəmini tapın. Uşaqlar, tənin kökləri cəmini tapmaq üçün baxın, ayrı-ayrılıqda x bərabər olur 0-a, bir də mötərizənin içini bərabər edirəm 0-a. Yəni x çıxaq kök altında 10 bərabərdir 0, x da bərabərdir müsbət kök altında 10-a. Hə, biz kökləri cəmində soruşduğuna görə x üstə gəl kök altında 10, o da eləyəcək kök altında 10. Yəni burada artıq mən uzun düstur yazmadım. Yəni bu tip sualları ancaq bu şəkildə yazırsınız. Mən ümumiyyətlə çox düstur əzbərləməyin tərəfdarı deyirəm. Yenə baxın, x-i ayrıca x-a 0-a bərabər edirsiniz. Mötərizənin içində ayrılıqda bərabər edirsiniz 0-a. X çıxaq kök altında 5 bərabərdir 0. X da bərabərdir kök altında 5-ə. Cəmi də 0 üstə gəl kök altında 5 olacaq. Bu da olacaq təbii ki, yenə kök altında 5-ə. Olur Y variantı. 87. Baxın uşaqlar, deyir A-nın hansı qiymətində tənin 2 bərabər kökü var. Tənin o vaxtı 2 bərabər kökü var ki, diskriminant 0-a bərabər olanda. İndi gəlin biz bu tənlikdə diskriminantı tapaq. Diskriminant bərabərdir, yəni 0 bərabərdir yazıram. Bizim düsturumuz necə? B kvadratı çıxaq 4AC idi. İndi mən yazıram -12-nin kvadratı çıxaq 4 vuraq A. A-nın yerində 1 dayanır. Vuraq C-nin yerində də -A dayanır. İndi yazıram 12-nin kvadratı 144 çıxaq baxın çıxaq -4 olacaq. Bu da olur üstə gələk. Üstə gələk A bərabərdir 0. A da bərabərdir. Burada əslində 4A olmalı idi. Mən A yazmışam. 4A. 4A bərabərdir -144. A da bərabərdir -144-ü də 4-ə. Bu da olur -36. Yəni Y variantı. Sonra 88-ci sual. Evin hansı qiymətində tənin 2 bərabər kökü var? Təbii ki, yenə də diskriminant əgər 0-a bərabər olarsa. İndi mən yazıram. Baxın, normalda mən diskriminantı necə taparam? İndi biz diskriminant bərabərdir 0 şərtini ödəməlidir. Ona görə mən diskriminantı yerinə yazıram 0 bərabərdir. B kvadratı, baxın, B-nin yerində uşaqlar M dayanır da. Mən yazıram, daha doğrusu 2M durur. -2M-in kvadratı çıxaq 4 vuraq A. A-nın yerində 1 dayanır. 1-i yazmıram. Vuraq C. C-nin yerində də uşaqlar mənfi, mötərizədə M çıxaq 2 dayanır. İndi mən bu mənfini mötərizənin içinə vurub açmalıyam mütləq. Olacaq -M üstə gəl 2. 4 vuraq -M üstə gəl 2. İndi bunu daha da sadələşdirim. 0 bərabərdir. 4M kvadratı çıxaq. Baxın, -4-ü -M-ə vururam. Olur üstə gələk 4M çıxaq. Burada da -4-ü müsbət 2-yə vururam. Ona görə çıxaq 8 olacaq. 2 bərabər kökü var deyir. İndi biz burada yenə tənin köklərini tapmalıyıq. Baxın, hər tərəf 4-ə bölünür. Hər tərəfi 4-ə bölürəm. Buranda, buranda, buranda. Bu olacaq M kvadratı üstə gələk. M çıxaq 2 bərabərdir 0. İndi təzədən mən buradan tənin köklərini tapıram. İndi mən bilirəm ki, Viet teoreminə görə tənin kökləri cəmi x1 üstə gələk x2. Baxın, burada 1 dayanıb, M-in qarşısında 1 var. Yəni, B-nin yerində 1 dayanır. Bu olacaq -1. x1 vuraq x2 isə olacaq -2. Hansı ədədi toplayanda -1 eləyir, bir-birinə vuranda isə -2 eləyir. Təbii ki, bu olacaq -1 ilə -2 ilə müsbət 1 olacaq. -2-nin üstünə müsbət 1 gələndə -1 eləyir. -2-ni müsbət 1-ə vuranda eləyir -2. Ona görə kökləri olacaq -2 və müsbət 1. Bu da olur Y variantı. İndi isə baxırıq 89-cu suala. Deyir ki, 73-ü hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 4 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun.
İndi 89-u uşaqlar belə yazırıq. 79-u 73-ü hansı ədədə? Mən ədədi bilmirəm. Məxrəcdə yazıram x bərabərdir. Qismət təbii ki, böləndən 3 vahid böyük. Yəni x üstə gəl 3 olsun. Qalığım da olsun böləndən 4. Baxın, bölən bu x-dır. 3 vahid böyükdür deyə x üstə gəl 3 yazdım. Deyir qalıq böləndən, yəni bu x-dan 4 vahid kiçik olsun. Yəni x çıxaq 4 olsun. İndi burada mən vuranda belə çarpaz şəkildə. Burada olacaq deməli x kvadratı üstə gəl 3x. Biz bilirik ki, hər zaman qalıq ifadənin, yəni bölünəni tapmaq üçün qalıq həmişə üzərinə gəlir. Yazıram üstə gəl, qalığım da x çıxaq 4 idi. X çıxaq 4 bərabərdir 73. İndi x kvadratı üstə gəl 4x çıxaq 4, 74 bərabərliyin sol tərəfinə keçir. Çıxaq 73 daha doğrusu bərabərdir 0. Buradan x kvadratı üstə gəl 4x çıxaq olacaq 77 bərabərdir 0. İndi mən buradan tənliyin köklərini tapmalıyam. Gəlin tənliyin köklərini tapaq. Diskriminant bərabərdir, yəni 16 çıxaq 4 vuraq 77. İndi bu düsturdur. Düsturda diskriminant bərabər idi. B kvadratı çıxaq 4-a C-yə. B kvadratı 16-nın 4-ün kvadratı oldu. 16 çıxaq 4 vuraq. A-nın yerində 1 dayanır. C-nin yerində də mənfi 77. 4 vuraq mənfi 77 yazacağım. İndi sildim düsturu. Bərabərdir 16 üstə gəl 77-ni 4-ə vururam. 308 bərabərdir 324. İndi tapıram tənliyin köklərini. X1 bərabərdir. Düsturumuz nə idi? Mənfi B çıxaq kök altında. Diskriminant bölək 2A idi. İndi B-nin yerində baxın müsbət 4-dür. Ona görə mən yazıram mənfi 4 çıxaq kök altında. Diskriminantım da 324 idi. Bölürəm 2 vuraq A-ya. A-nın yerində də 1 dayanır. 2 vuraq 1 bərabərdir. Mənfi 4 çıxaq. Kök altında 324-dən çıxır 18. Bölək 2. Bu olacaq mənfi 22 bölək 2 bərabərdir. Mənfi 11. X2 də bərabərdir. Mənfi B kök üstə gəl kök altında diskriminant. Məxrəcdə də 2A. Mənfi B-nin yerinə mənfi 4 yazdıq. Üstə gələk. Kök altında 324-dən 18 çıxdı. Məxrəcdə də 2 olacaq. A-nın yerində çünki 1 dayanır. Bu da olacaq 14 bölək 2 bərabərdir 7. İndi baxın, mən burada təbii ki 11-i yox 7-ni götürürəm. Nəyə görə? Çünki mənə natural ədəd deyir. Ona görə natural ədəd dediyinə görə müsbət 7-ni götürürük. Çünki bilirsiniz ki, natural ədədlər mənfi olmur. İndi baxıram 90-cı suala. 90-cı sualda deyir 87-ni yenə həmin qaydada. 87-ni hansısa bir natural ədədə bölürəm. Həmin ədədim x-dır. Bərabər edirəm qismət. Qismətim də böləndən 2 vahid böyük dediyinə görə, bölənim x olduğuna görə x-dan 2 vahid böyük. Yəni x üstə gəl 2 olacaq. Qalıq isə böləndən 1 vahid kiçik olsun. Qalıq da bölənim x-dir deyə x-dan 1 vahid kiçik, yəni x çıxaq 1 olacaq. Yenə vururuq çarpaz şəkildə x-i, yəni ümumilikdə x çıxaq 2-yə vururam. X vuraq, baxın belə yazıram. X çıxaq 2 bərabər edəcəm 87-yə. Daha doğrusu qalığı da üzərinə gələcəm. Gəlin onu da yazaq. Üstə gələk x çıxaq 1 bərabərdir 87. Burada daha doğrusu üstə gəl 2-yə buna vurdum. Baxın bu x-i bura vururam. X kvadratı üstə gəl 2x üstə gəl x çıxaq 1 82 bu tərəf 87 bu tərəfə keçir mənfi ilə bərabər edirəm 0-a. Burada x kvadratı üstə gəl 3x mənfi 1-dən 87 çıxıram mənfi 88 olur bərabərdir 0-a. İndi tənliyin köklərini tapaq. X1 daha doğrusu əvvəlcə diskriminantını tapıram. Diskriminant bərabərdir. 3-ün kvadratı çıxaq 4 vuraq 1 vuraq mənfi 88 bərabərdir. 9 üstə gələk yazıram. Çünki mənfi mənfiyə vuracam. Üst toplam olacaq. 4-ü 88-ə vururam. Olacaq 352. 9-la da toplayanda olacaq 361.
İndi yazıram x1 bərabərdir -b çıxaq kök altında diskriminant məxrəcdə 2a olacaq. Bu da bərabərdir. B-nin yerində 3 durur. Ona görə yazıram -3 çıxaq kök altında 361. Gəlin yazaq bunu da. Məxrəcdə də 2 vuraq 1 olacaq. Bərabərdir. -3 çıxaq. Kök altında 361-dən 19 çıxır. 19 bölək 2 bərabərdir. -3-dən 19 çıxanda olur. -22-ni 2-yə bölürəm. Olacaq -11. -11-i götürmürük. İndi x2-yə baxıram. x2-də də -b üstəgəl kök altında diskriminant olacaq. Məxrəcdə də 2a olacaq. Bərabərdir. -b -3 oldu. Üstəgələk kök altında 361-dən də 19 çıxmışdı. Məxrəcdə də 2 vur 1, yəni 2 olacaq. Burada da olur, -3-ün üstə 19 gələndə eləcək müsbət 16 bölək 2, o da olacaq müsbət 8. Bu da olacaq, deməli, B variantı. Baxıram 91-ci suala. 91-ci sualda deyir x-in hansı qiymətində bu üç hədli 8-ə bərabər qiymət alır. 8-ə bərabər qiymət alır deyirsə, biz nə yazırıq? Təbii ki, yəni görürsüz deyildiyi kimi 8-ə bərabər edirəm. Bunu da sadələşdirirəm. X kvadratı çıxaq 2x çıxaq 7. 8 bu tərəfə keçir. Bərabərdir 0. X kvadratı çıxaq 2x çıxaq -7-dən 8 çıxanda olur 15. Mənfi bərabərdir 0. İndi mən x-in qiymətini tapıram. Baxın uşaqlar, mən x-in köklərini Veyd teoremindən də tapa bilərəm. Siz diskriminantla da həll edə bilərsiniz. Şərt o deyil ki, o yolla gedəsiniz. Amma baxıram ki, mən o yolla tapa bilərəm Veyd teoreminə əsasən. Veyd teoreminə əsasən kökləri cəmi, yəni x1 üstəgəl x2 2 olmalıdır, müsbət 2. Çünki əks işarə ilə b-yə bərabərdir. x1 vuraq x2 isə olduğu kimi c-yə bərabərdir, sərbəstlərdir. Yəni -15-ə. İndi hansı iki ədədi toplayanda 2 alınır, bir-birinə vuranda 15 alınır. Həmişə vurmadan istifadə edirik. 15 sadəcə 3 vuraq 5-dir. İndi bu -15 olduğuna görə bu kökləri ya müsbət 3 və -5 olacaq, ya da -3 ilə müsbət 5 olacaq. Müsbət 5 və -5 olsa, kökləri cəmi olacaq -2. Bunları toplasam. Amma -3 ilə müsbət 5 olsa, mən bunu toplasam olacaq müsbət 2. Bir-birinə də vursam olacaq elə -15. Həqiqətən də tənliyimin köklərindən biri müsbət 3-dür, -3-dür, digəri müsbət 5-dir. Bu da olacaq -3 və 5, yəni D variantı. İndi baxıram 92-ci sual. 92-ci sualda uşaqlar əvvəlcə gəlin mötərizə zəncini həll edək. Olacaq 3-də elə bil ki, həmişə burada məxrəcdə ədəd yoxsa bu 3-ü bu 2-yə vurub sürətə yazırıq. Bu olacaq 6 çıxaq çıxma olduğuna görə çıxaq x yazıram. Üzərində -1 bərabərdir -2. Üzərində -1 varsa, mən bu ifadənin tərsinə yazıram. Yəni 6 çıxaq x məxrəcə düşür, 3 sürətə qalxır. Bərabərdir -2. İndi -2-ni vururam. Burada olacaq -2 vuraq 6 çıxaq x. Baxın, çarpaz şəkildə vururam. Bərabər edirəm 3-ə. Burada olacaq -6 üstəgəl 2x bərabərdir 3. 2x bərabərdir 6 bərabərliyin sağ tərəfinə mənfi olduğuna görə toplama ilə keçir. Olacaq 9. X da bərabər olacaq. Daha doğrusu burada uşaqlar 2-ni mən 6-ya vurub 12 yazmalıydım. Bura 12 olmalıdır. İndi 12 də bərabərliyin sol tərəfinə keçəndə işarəsi dəyişir. Olacaq 3 üstəgəl 12. Bu da olacaq 15. X da bərabərdir. 15-i 2-yə bölürəm. Bu da olacaq 7,5. Yəni bu da C variantı. 93-cü sualda da yenə baxın üzərində -1 oldu. Ona görə tərsini yazacağam. İndi əvvəlcə ifadəni yazaq, hesablayaq. 6-da 6-nı 3-ə vururam. 18 çıxaq x üzərində -1 olduğu kimi qalır. Bərabərdir -1. İndi tərsini yazıram. Olacaq 18 çıxaq x məxrəcə düşür. 6 sürətə qalxır. Bərabərdir -1. İndi -1-i bura vururam mötərizəyə. Bu olacaq. Baxın, vururam -1-i.
18 çıxaq x-a. Bu olacaq mənfi 18 üstə gəl x. Mənfi 1-i mənfi x-a vuranda müsbət x edir. Bərabərdir 6. X bərabərdir 18 bərabərliyin digər tərəfinə toplama ilə keçir. Olacaq 6 üstə gəl 18. X da bərabərdir 24. Bu da olacaq D variantı. 94-də də yenə baxın uşaqlar. Bu ifadənin tərsi, görürsünüz, bu elə fərz edin ki, məxrəcində 1 durur. Bu ifadə elə bir sürətdə olan bir ifadədir. Məxrəcində 1 var. Olacaq 3 çıxaq 0,5 x-da 1. Sürətdə 1 bərabərdir ki, çünki üzərində mənfi ədəd olduğuna görə tərsini yazdıq. Yenə 2 vuraq 3 çıxaq 0,5 x nəyə görə çarpaz şəkildə vurulur. Bərabər edirəm 1-ə. 3-ü 2-yə vuram 6, çıxaq 2-ni 0,5-ə vuram 1 eləyir. 1 də yazılmır, olur x bərabərdir 1, mənfi x bərabərdir 1-dən 6 çıxıram mənfi 5, x da bərabərdir müsbət 5. Bu da olacaq Y variantı. İndi 95-ə baxırıq. 95-ci sualda yenə 2x çıxaq 1 üstü mənfi 1 o deməkdir ki, surətdə 1 yazıram, məxrəcdə bu ifadəni yazıram. Yəni bu ifadənin tərsi 2x çıxaq 1-də 1 deməkdir. Bərabərdir 0,5. Yenə çarpaz şəkildə vurulur. 0,5-i vururam 2x çıxaq 1-ə, bərabər edirəm sürətinə 1-ə, yəni. Çarpaz şəkildə vurmada bu da elə bil bu kəsrin sürətinə vurulur da. Burada da 1 dayanır. Ona görə onu yazmadıq. 0,5-i 2x-a vuranda x eləyir. Çıxaq 0,5 bərabərdir 1. X da bərabərdir. Bu tərəfə toplama ilə keçir. 1 üstə gəl 0,5 olur. Bu da olacaq 1,5. Yəni 95 C variantı. İndi isə baxırıq 96-ya. Burada uşaqlar, baxın, görürsünüz, hər iki tərəf eynidir. Hər iki tərəfin məxrəci. Mən bu məxrəcləri ixtisar eləyə bilərəm. Və o şərti də yadımda saxlamalıyam ki, görürsünüz, məxrəcdə dəyişən var. Ona görə x kvadratı çıxaq 25 sıfırdan fərqli olmalıdır. Çünki kəsrin məxrəci 0 ola bilməz. Buradan da x kvadratı fərqlidir 25-dən, x da fərqlidir 5-dən. Bunu mən yadımda saxlayıram. Bu şərti qeyd edirəm. Əvvəlcədən qeyd edirəm ki, sonra cavabı tapanda tez sevinib, qaçıb orada alacağım cavabı işarələməyim. İndi mən burada nə edirəm? Bu gedəndən sonra məxrəclər qalır sürət. Burada qalır x kvadratı üstə gələk. X bərabərdir 45 çıxaq 3x. X kvadratı üstə gəl x çıxaq 45. Baxın, bərabərliyin sol tərəfinə keçirəm. Mənfilər olur müsbət. 3x bərabərdir 0. Burada olur x kvadratı üstə gəl 4x çıxaq 45 bərabərdir 0. İndi uşaqlar, mən bunu kvadrat tənlik kimi diskriminantı tapıb, sonra düsturda yerinə qoyub x1 ilə x2-ni də tapa bilərəm. Yəni siz o yolla da gedə bilərsiniz. Amma mən baxanda artıq burada tənliyin köklərini görürəm. Necə görürəm? Viet teoreminə əsasən x1 üstə gəl x2 hər zaman mənfi b-yə bərabərdir. Mənfi 4-ə x1 vuraq. x2 isə bərabərdir mənfi 45-ə. İndi hansı iki ədəddir ki, cəmi mənfi 4 edir, hasili 45 edir? Mən həmişə hasilinə gedirəm. Çünki istənilən ədədi toplayanda mənfi 4 almaq olar. 45, mənfi 45. Mənfi 5 vuraq 9 da ola bilər. Müsbət 5 vuraq mənfi 9 da ola bilər. Əgər mənfi 5 ilə müsbət 9 olsaydı, mən bunları toplasam müsbət 4 alardım. Amma məndə mənfi 4 olmalıdır. Müsbət 5 ilə mənfi 9 olsa, mən bunları toplasam həqiqətən də mənfi 4 alaram. Bir-birinə vuranda da mənfi 45 alaram. Deməli, mənim tənliyimin köklərindən biri müsbət 5-dir, digəri isə mənfi 9-dur. Elə bir cavabım da var. Amma mən şərtə baxsam görürəm ki, mən x-ın 5-dən fərqli olmalıdır. Ona görə mən 5-i tənliyin kökü olaraq qəbul etmirəm. Və bu zaman mənim cavabım olacaq yalnızca mənfi 9, yəni B variantı. Baxıram 97-ci suala. Köklər cəmi soruşur. Əvvəlcə ifadəni açıram. Olur x kvadratı üstə gəl. Birinci ilə ikincinin hasilinin 2 misli, yəni 14x. Üstə gəl ikincinin kvadratı, yəni 7-nin kvadratı 49. 16-nı da sol tərəfə keçirirəm. İşarəsi dəyişir. Mənfi 16 bərabərdir 0. Burada olacaq
x kvadratı üstəgəl 14x 47-dən 16 çıxıram. Olur üstəgəl 31 bərabərdir 0. Kökləri cəmini soruşduğuna görə əks işarə ilə baxın bu b-yə bərabər olur. Ona görə olacaq -14, yəni Y variantı. Sonra 98-ci sual. 98-də deyir, tənliyi həll edin. Burada baxın uşaqlar, x əsaslar eynidir. Ona görə üstlər toplanır. Olacaq x-da üzərində 2-də 1 üstəgəl 2-də 3. Bu da olacaq x üzəri 2-də 4. 2-də 4 nədir? Baxın, kəsrin surəti məxrəcinə bölünür. Bu olacaq x üzəri 2. İndi nə oldu? X üzəri 2 bərabər oldu 16-ya. X da bərabərdir. Bir dəfə müsbət 4-ə, x bir dəfə bərabər olur -4-ə. İndi mən -4-ü tənliyin kökü olaraq qəbul eləmirəm. Nəyə görə? Çünki əgər kəsr üzəri qüvvətdirsə, burada mənfiyə baxılmır. Yəni mənfi ola bilməz. Kəsr üzəri qüvvət heç vaxt burada mənfi olmur. Ona görə mən -4-ü götürmürəm. Bu olacaq elə ancaq müsbət 4. Nəyə görə uşaqlar? Məsəl üçün burada elə fərz edin ki, bu x üzəri 2-də 1 kök altında x deməkdir. Yəni kök altında da ikinci dərəcədən mənfi ola bilməz də. Məsələn, -4 ola bilməz. Ona görə -4-ü yazmırıq. Baxıram 99-cu suala. Deyir, m-in hansı qiymətinə tənliyin kökü mənfidir. Ümumiyyətlə uşaqlar, tənliyin kökü nəyə bərabərdir burada? Yəni x bərabərdir. Baxın, bu 4 bu birisi kəsrin məxrəcinə düşür. X-in qarşısındakı əmsal hər zaman olur m çıxaq 1, məxrəcə 4 düşür. Bu oldu tənliyin kökü. Mən deyim, tənliyin kökü mənfidir. Mənfi nə deməkdir? Yəni 0-dan kiçikdir də. X çıxaq 1, məxrəcdə 4, 0 kiçikdir 0-dan. İndi buradan m çıxaq 1 kiçikdir 0-dan. Nəyə görə? Elə bil bu 4-ü mən 0-a vurdum. Elədi məxrəcdən bu tərəfə keçirdim. Bərabər elədim 0-a. Yəni 0-dan kiçiyə. Buradan da m kiçikdir 0-dan. M 0-dan kiçikdir. Daha doğrusu m kiçikdir 1-dən. 1 bu tərəfə keçdi. İşarəsi dəyişdi. M 1-dən kiçikdirsə hansı qiymətləri alır? Təbii ki, mənfi sonsuzluqdan 1-ə. Yəni 1-dən kiçik ədədlər hansı ədədlərdir? Təbii ki, mənfi sonsuzluğa qədər gedir. Bu da olacaq mənfi sonsuzluqdan 1-ə, yəni D variantı. İndi isə baxırıq 100-cü suala. Deyir ki, kökləri kök altında 12 və mənfi kök altında 3 olan çevrilmiş kvadrat tənlik göstərin. Təbii ki, çevrilmiş kvadrat tənlikdə hər zaman baxın, məsələn, ax kvadratı üstəgəl, burada a olmur da, a-nın yerinə 1 dayanır. Üstəgəl bx üstəgəl c şəklində olan tənlikdə x1 üstəgəl x2 bərabər olur mənfi deyə, x1 vuraq x2 də olur elə c-yə. İndi mən elə eləməliyəm ki, kök altında 12 üstəgəlik mənfi kök altında 3, o da olacaq çıxaq kök altında 3 bərabər olmalıdır. Deməli, B-sinə də həmin o tənliyin, mənə veriləcək tənliyin B-sinə kök altında 12 vuraq mənfi kök altında 3 isə bərabər olmalıdır həmin o tənliyin C-sinə. İndi gəlin görək, açaq. Burada B-ni tapmaq üçün, baxın uşaqlar, əvvəlcə gəlin bu şəkildə yazaq. Əvvəlcə biz B-ni tapırıq. Kök altında 12-ni kök altında 4 vuraq 3 kimi yazsam, çıxaq kök altında 3 bərabərdir. Burada olur 2 kök altında 3, 4-dən 2 çıxır, 3 kökün altında qalır. Çıxaq kök altında 3, 2 kök altında 3-dən də kök altında 3 çıxanda qalır kök altında 3. İndi C-sinə baxırıq. C bərabərdir. Kök altında 12-ni vururam kök altında 3-ə. Mənfi kök altında 3-ə vururam. Bərabərdir mənfi kök altında 48. Buradan 48-i 16 mənfi kök altında 16 vuraq 3 kimi də yaza bilərdik. Burada da olacaqdı 16-dan 4 çıxır mənfi kök altında 3. Burada uşaqlar gəlin belə yazaq. 12-ni mən yenə yuxarıdakı kimi 2 kök altında 3 vuraq mənfi kök altında 3 kimi yaza bilərdim. Bu da eləyəcək
mənfi 2 vura. Baxın, kök altında 3-ü, kök altında 3-ə vuranda eləyir 3. Olur 3. Bu da olacaq mənfi 6. Deməli, C-si olacaq mənfi 6, çıxaq 6. A-sı da olacaq kök altında 3. Baxın, indi mən bura müsbət kök altında 3 yazmışam. Burada mənfidir. Nəyə görə? Çünki biz dedik əks işarə ilə B-yə bərabərdir. B mənfidirsə, müsbətinə bərabər edirəm. Müsbətsə mənfisinə. Bu da olacaq A variantı. Məsələn, sizə imtahanda belə bir variant verə bilər. Məsələn, variantlardan birində üstə gələk kök altında 3x olan variant ola bilər. Siz bir çox şagird sırf o variantı götürə bilər. Burada cavab müsbət kök altında 3 aldığına görə. Amma əslində burada şərti nəzərə almaq lazımdır ki, əks işarə ilə B-yə bərabər olur.